Salam aleykum. Deməli bugün Mir Kazımla görüşmüşük. Yeni velosiped alıb. Velosipetin incələməsini eləyəcəyik. Deməli Cube Stereo 27.5 2018 modeldir velosiped. Mir Kazım özü bu velosiped haqqında ətraflı məlumat versin bizə. Buyurun Mir Kazım. Hamını salamlayıram. Adım Mir Kazımdır. Velosipedin növü Enduro gedir. Qabaq və arxa maçatırlar Fox 160 mm. Təkərlər qalınlığı 2.35. Mago MT5 tormozlar. Atak vtulkalar arxa və qabaq. Rotor o da Magura. Dropper və Dropperlə Transit firmasının. Raceface'in rulu, Raceface'in şatulları. Bəli. Raceface. Bunun Raceface. Oturacaq haqqında zəhmət olmasa qısa məlumat. Oturacaq belə sadə oturacaqlardan deyil. Adı Dropper gedir. Yəni düymə ilə basıb qalxanlardan. Dropper. Dropper. Sonra keçiricilər zəhmət olmasa. Keçiricilər Dio Shadow Plus-la 10 sürət. Qabaqda da single speed. Raceface'in ulduzu ilə Raceface'in şatunu. Pedallar hansı? Pedallar Cube-undur. Cube-un öz modeli. Cube AC düzdür? Bəli. Əsasən RAM hansı materialdandır? alüminium. Alüminium. Deməli bu sırf dağ velosiped düzdür? Bəli. Sırf dağ velosipedi üçündür. Bəzi hərəkətlər eləmək üçün. Çünki burada 2 amortizatorlu olduğuna görə arxa təkər, arxa raman, yəni bu hissələri dizə düşməsin deyə ikinci amortizatoru var. Məsəl üçün drop eləyəndə da yumşaq düşmək üçün. Bəli. Bəzi hərəkətlər eləyəndə də arxa maçada kömək edir. Məsələn, tullanmaq azada. Yəni olan ümumi çəkini bölüşdürür ümumi ramaya ki, yəni zədə almasın rama. Bir çox hərəkətlərdə bu kömək edir. Amortizator da yaxşılardan deyirəm ki, Fox 32 qabaq 160 mm, arxada 160 mm. Brand firmadır. Fox gözəl firmadır. Düz öz minus mənfi cəhətləri var ki, 50 saatdan bir gəl servis olunsun. Yəni hər ay gəl mən bunu açım, yağlayım. Sonra 6 aydan bir rezinkasını dəyişməliyəm ki, yəni necə var hələ də işləsin də. Çünki baxmayanda getdikcə başlayıb pisləşməyə. Yəni ümumiyyətlə servis yəni əməli başlı velosiped servis tələb eləyir, çox tələb eləyir özdə. Belə də sonra başqa detallarından bir sözüm yoxdur. Yəni çox da belə üstündə belə bir şeylər yoxdur deyim. Nəsə nədə sadə çox əslində əlavə hissələr, detallar çox deyil yəni. Yoxdur. Yəni bu Raceface-dir, Venus Raceface, vtulkalar atar, diskin obudun özü atar, Schwalbe şinlər. Mir Kazım bir sual vermək istəyirəm. Yəni düz qiymətini axırda deyəcək velosipedin, amma yəni az məbləğdə olan qiymət deyil. Bu velosipedi almağa yəni nə vadar elədi? Nəyə görə mən bu qədər baha qiymətə bir velosiped almaq işinə gəldim? Birincidən 4 jump almaq istəyirdim. Əlbəttə ki, sırf hərəkət üçün bir velosiped almaq istəyirdim. MTB-nin bir növüdür. Prosta ki, mən uşaqlar biraz dağlarca da apardı. Yəni o da öz köhnə velosipedimlə düşəndə gördüm ki, bu da başqa velosipedlə düşmək olmayacaq. Gəl sırf ortasına bir amortizator olmalıdır. Çünki daşlar nə qədər bəzi şeylər çoxdur. Tramplinlər, zətlər var orada. Götürmüş yox, gəl sırf Enduro'dan bir şey alıb, duxpadres alıb. Yəni getdim bunu götürdüm. Fikrim var idi əslində öz velosipedimi yığım köhnəsini, biraz da güclü detallarla. O velosiped mənə biraz balaca gəldi. Mir Kazım neçə ildir velosipedlə məşğul olursunuz? 13 il. 13 il. Az rəqəm deyil, yəni. Belə ömrü boyu hərəkət eləməmişəm, yəni sadə sürmüşəm. Hərəkətlər BMX alandan sonra biraz başladı həvəs yaranmaq. Elə BMX-lərə hərəkət üçün almışdım, elə həvəs yarandı. BMX-dən əlavə qabaq şeydir, biraz ucuzlu velosipedlərim olmuşdu, Destina, Start Navigator. Başlanğıc. Başlanğıc. Gördülər biraz çox dağıdan velosipedi, evdəkilər. Oradan tutulan velosiped hər dəfə dağılıdır. Dilə axırda bir dənə BMX alaq ki, başda heç nə olmasın, bir problem çıxmasın. Axırda BMX-i də dağıtdım. Onu da zibli çıxdı axırda. Sonra keçdim MTB-yə. MTB-yə keçəndə heç nəyə bacarmadım birincidən. Ümumiyyətlə izləyicilərimizə bir şey tövsiyə eləmək istəyərdim ki, yəni əsas velosiped deyil. Yəni baxmayın bucu duxpadres var, yəni nə bilim kimsə BMX sürür, kimsə nə bilim lap olsa 10 minlik velosiped sürür. Mənim fikrimcə əsas bacarıqdır, yəni. Bacaran adam istəsə 200 manatda da velosipedlə hərəkət eləyər. Lazım olsa boy velosipedlə eləyər, fərq eləməz.
Posta cəmaatın çoxsu fikirləşir ki, mən özümə bir bahalı velosiped alsam, məsələn belə bir şey alsam, başlayacağam pullanıb düşməyə, bəzi hərəkətlər bacaracağam. Amma əslində o düz fikir deyil. Gərək birinci zəifdən başlamaq lazımdır ki, yaxşısına keçəndə yaxşı sürmək olsun. Çünki məsələn mən özüm pis velosipeddən başlamışam. Mən deməm Desna olub məndə, bu Desna olub. Sonra keçmişəm Navigator, sonra BMX-dir. BMX özdəki məndə yaxşı da olmur. 230 manat qiyməti oldu. Sadə. Sadə BMX-lərdən oldu. Sonradan bir dənə yaxşı normal velosiped aldım. Onun da üstünə bir 2-3 il əyləşdim, hərəkətlər öyrəndim. Sonra keçdim buna. Yəni ki, demək istəyirəm indi hamısı belə baxıb həvəslənməsin də. Yəni ki, mən gedim özümə bahalı velosiped alım. Yəni birinci gəl özündən əvvəl oyunla başlamaq lazımdır, öyrənmək lazımdır. Sonra yaxşı velosipedə keçmək. Əsas ürəkdir, yəni ürəkdən bir şey, ümumiyyətlə hər bir şey, yəni tək velosiped neçə adam olub ki, ümumiyyətlə gəlib bahalı velosiped alıb, heç nə bacarmayıb, həvəsdən ölüb sürməyə. Yəni deyib ki, bu mənası yoxdur, onsuz mən bacarmayacağam. Amma əslində o səhv fikirdir. Bu gəl biraz məşq etmək lazımdır, biraz öyrənmək lazımdır. Baxmaq lazım nədir. Nə belə. Dəyərli izləyəcəm. İndi sizə bu dəqiqə əsas bir şey danışacağam. Yəni ondan əsas bir şey yoxdur. Ümumiyyətlə gəlsəz bir velosiped alsaz, yəni ola bilər ki, kimsə qabağınıza çıxsın, desin ki, məsələn, velosipedin hansısa zibildir, 1000 dənə söz deyə bilər. Xahiş edəməli adamların duasını. Çünki özüm başıma gəlib, mən uşaq olanda BMX sürəndə bir neçə nəfər yaxınlaşıb mənə biraz həvəsdən öldürmüşdü. Demişdi ki, nə bilim, velosipedin bir həftəyə o asılı qılınacaq, 2 həftəyə bu asılı qılınacaq, nə bilim, rulla ələcək, o ası ələcək. Düz onun üzündən bir ay oturdum velosiped sürmədim. Təmiz həvəsdən ölmüşdüm. İlk oca demək velosiped mənlikdir. Pulum da yox idi ki, gedim özümə bir normal bir alım ki, sonra başlayım. Axırda sonra bir tə həvəs yandı ki, əşi, hələ adamların nəyə qularsın da. Bəlkə də özlərindən deyiblər ki, istəməyiblər. Paxıllı olub. Bəlkə paxıllı olub ki, istəməyiblər. Qabağa zada gedək. Şimdi demək istəyirəm ki, adamların qulasmayın. Yəni indi bəlkə də pis velosiped sürürsən, amma gələcəkdə ola bilər 10 minlik velosiped aldım, bəlkə 7 minlik aldım, bəlkə hamını keçdim də. Çünki hamı birinci pis velosipeddən başlayır, sonra yaxşıya keçir. Əlbəttə, o daha rahat olur. Çünki çətindən başlayıb sonra asanına keçəndə o sizin üçün çox rahat olur əslində. O çox adam məsəl üçün hər bir işdə ola bilər bu. Yəni rahatdan başlayıb çətinə keçəndə artıq o insan üçün yəni böyük bir şey görünür ki, bunu eləyə bilmərəm. Amma çətindən başlayıb rahata keçəndə artıq onun üçün çox rahat bir şey olur. Yəni çünki buna baxırsan ki, mən bundan daha çətinini eləmişəm, yəni. Daha çətin işlər görmüşəm. Deməli bunu da eləyə bilərəm. Hər kəsin öz fikri var, öz düşüncələri var. Kimsə ola bilər müvəqqəti həvəs yansın deyə bir 2-3 aylıq, sonra həvəsi təzədən ölər. Yox, əgər sırf belə güclü həvəs varsa, yəni onu bunu ürəkdən öyrənmək istənsə, bunu deyirsən ki, yox, mən bununla məşğul olacağam axır kimi. Onda axır kimi də getmək lazımdır. Yəni atmaq olmaz. Yəni hər şey ola bilər. Yəni yıxıla da bilərsən, nə bilim, velosipedin hansısa bir parçası da qırıla bilər. Xəsarət də ala bilərsən. Bəlkə evdəkilərin də problem ola bilər ki, disindən nə bilim, velosipeddən çox xəsarət alsan, yəni o atda, yəni mənim məsələn başıma gəldi, evdəkilər çox deyirlər məsələn, velosipedin nəyisə xərab olanda xərcdir də. Yolun sürmə bunu, özünü nə bilim pis günə qoyarsan. Əgər həvəs varsa, ürəkdən istəyirsinizsə, onda axır kimi getmək lazımdır. Yəni başqa heç yoxdur, onda at getsin. Mirkadım, deməli gələk əsas məsələyə. Velosipedin qiymətinə. Hansı qiymətə almısan və dəyərmi bu velosipedə, yəni o qiymət, o qədər pul verməyə, yəni həvəskar kimi bir fikirləri bilmək istəyərdik. 5000-dən çox pul vermişəm velosipedə. Amma deməyin indidən deyim ki, həm bir tərəfdən deyə, həm də deyməz. Yəni alıb mıta sürürsənsə, yox deymir. Yəni vəfşi deyməz ona o qədər pul vermək. Yəni əgər posta alıb sürmək üçün, gəzmək üçün, düzdür? Dağ üçün olduğu üçün, yəni yolda sürsən dəymir ona. Yəni belə bulvarda hansısa yolda sürərsənsə sadə. Onda ona deymir pul vermək. Ondan sonra gedər sadə bir dənə cross country alsın sürsən. Nəyə lazımdır tuxpadı, amma düz yol üçün. Yox, əgər deyirsən ki, məsələn, tullanmaq istəyirəm, dağdan düşmək istəyirəm, onda deyə. Onda həqiqətən deyir. Çünki mən buna dağ düşdüm, bəzi hərəkətlərə baxdım, yoxladım. Deyir, qəpiyinə kimi deyir. Yəni çox rahatdır. Yumşaqdır. Tullanırsan, düşürsən heç də istəmirsən. Sən yastığın üstünə düşürsən, ləzzət edir. Mənə baxayım, sən doğrudan da 5000 vermisən. 5000 vermişəm. Cəmaat 07 alır o qiymətə. Cəmaat deyə qardaşım, mən velosiped alırım. Mən cəmaat. Ged aç ki, mən də deyirəm. Deməli belə dostlar, incələmə bu qədər, qiymətini də dedik. İndi istəyirik keçək bir-iki Mirkadın bizə hərəkətlər göstərsin. Görək bu velosiped nələrə qadirdir və Mirkazım hansı hərəkətləri göstərə bilər. Qaqa bir həftə sonra heç nə bacarmır. Görək. Bu qədər danışmağımdan sonra görək nə bacaracam.
ölü. Bu da sənə X'dir.